Qafqaz Albaniyası eradan əvvəl 4-cü əsrdə Azərbaycanın şimal torpaqlarında yaranmış ilk vahid mərkəzləşmiş dövlətdir. Antik dövr müəlliflərinin, xüsusilə Strabonun məlumatına görə, bu dövlət 26 müxtəlif dildə danışan tayfanın birliyi nəticəsində formalaşmışdı. Paytaxtı əvvəlcə Qəbələ, 5-ci əsrdən etibarən isə Bərdə şəhəri olan Albaniya həm siyasi quruluşu, həm də strateji mövqeyi ilə regionun mühüm güc mərkəzlərindən biri sayılmışdı. Dövlətin ictimai-siyasi həyatı antik və erkən orta əsrlər üçün xarakterik olan sinifi quruluşa əsaslanırdı. Əhali 4 əsas təbəqəyə bölünürdü ki, burada birinci yeri hökmdar və ordu başçıları, sonuncu yeri isə kəndlilər və qullar tuturdu. Albaniyanın xarici siyasəti böyük imperiyalarla mübarizə və diplomatik manevrlərlə zəngindir. Eramızdan əvvəl 1-ci əsrdə Roma sərkərdələri Pompey və Antoninin işğalçı yürüşlərinə qarşı Alban xalqı qəhrəmanlıqla müqavimət göstərmişdi. Eramızın 3-cü əsrindən etibarən isə dövlət Sasanilərin təsir dairəsinə düşsə də, daxili müstəqilliyini qorumağa çalışmışdı. 7-ci əsrdə hakimiyyətdə olan Mehranilər sülaləsinin nümayəndəsi Cavanşirin dövründə Albaniya diplomatik yolla həm Sasanilər, həm Bizans, həm də Ərəb xilafəti ilə münasibətləri nizama salaraq dövlətçiliyi qorumuşdu. Mədəni sahədə Albaniya özünə məxsusluğu ilə seçilirdi. 313-cü ildə xristianlığın dövlət dini elan edilməsi ölkədə kilsə memarlığının yüksəlişinə və Alban əlifbasının 52 hərf yaradılmasına təkan vermişdi. Bu dövrün ən möhtəşəm abidələri olan Kiş məbədi və Lekit məbədi Azərbaycanın qədim memarlıq irsinin inciləridir. Lakin 705-ci ildə Ərəb xilafətinin hücumları nəticəsində Albaniyanın dövlət müstəqilliyinə son qoyulmuşdu.